Bəzən insanlar lüks həyatın içində deyil, sadəlik və ruh dolu küçələrdə yaşamağı seçirlər. Dünyanın ən varlı ölkələri varkən, bəzi turistlər istiqamətini Kuba kimi nostalji və rəngarəng ölkələrə çevirirlər. Həqiqətin, yoxsulluğun, musiqinin və ümidin bir arada yaşadığı bu Karib adası sizə təkcə tropik istisini yox, həm də inqilabla yoğrulmuş bir tarix təqdim edir. Hazırsınızsa Kuba reallığına doğru səyahətimiz başlayır. Dünyada bəzi insanlar inkişaf etmiş ölkələrdə yaşamaqdansa orta səviyyəli bir həyat tərzini seçirlər. Bu cür yerlərdən biri şübhəsiz ki, Kubadır. Karib dənizində yerləşən və adını tez-tez eşitdiyimiz bu ölkənin əhalisi əsasən İspan köçkünləri, Afro-Kubalılar, Afrikalılar və digər etnik qruplar təşkil edir. Kristofor Kolumb 1492-ci ildə adanı kəşf edərək İspaniya torpağı elan etmiş və burada ilk daimi məskunlaşmalar 1500-cü illərdə başlamışdı. 300 ildən çox müddət ərzində müxtəlif millətlərin birgə yaşadığı Kuba, Amerika Birləşmiş Ştatlarının ölkəyə müdaxiləsindən sonra çalxantılı bir inqilab dövrünə qədəm qoydu. Bu prosesin ardınca isə Fidel Castro və Che Guevara dövrü başladı. Bugün Kuba həm inqilab tarixi, həm də köhnə binaları və retro avtomobilləri ilə milyonlarla turistin diqqətini çəkir. Xəritəyə baxdıqda Kubanın Meksika körfəzinin girişində yerləşdiyini, şimalında Amerika Birləşmiş Ştatlarının digər tərəflərdə isə Baham adaları, Yamayka və Haiti kimi ölkələrin olduğunu görə bilərik. Ölkənin ərazisi təxminən 111 min kvadrat kilometrdir. Bu səbəbdən Kubanın çox böyük bir əraziyə sahib olmadığını bilmək vacibdir. Lakin bu sahədə yaşayan insan sayı az deyil. Belə ki, Kubada təxminən 12 milyon insan yaşayır. Paytaxt Havana isə ən məşhur, həm də 2,5 milyon nəfərlik əhalisi ilə ölkənin ən sıx məskunlaşdığı şəhərdir. Kubada rəsmi dil İspan dilidir, lakin turistik bölgələrdə ingiliscə danışmaqla da rahatlıqla ünsiyyət qurmaq mümkündür. İngilis dili burada da həyat qurtarır, amma sizi əsl çətinliyə salacaq məsələ ünsiyyət deyil. Ən böyük çətinlik turist olduğunuzu anlayan insanların sizə absurd qiymətlər təklif etməsidir. Bu vəziyyəti hava limanına enər-enməz hiss edirsiniz. Qarşınıza onlarla taksi çıxır və şəhər mərkəzinə cəmi 5 dəqiqəlik məsafəyə görə sizdən 40-50 dollar tələb edirlər. Bu cür hallar dünyanın bir çox yerində olur, lakin fərq ondadır ki, digər ölkələrdə insanlar əlavə gəlir əldə etdikləri üçün turistlərə qarşı bu qədər baha qiymət çıxarmırlar. Kubada isə əsas dolanışıq mənbəyi turizmdir. Burada turist sözü qızıl qədər qiymətlidir. Yerli əhali hər turisti potensial pul mənbəyi kimi görür. Əgər məqsədiniz yalnız nəqliyyat deyil, gəzinti üçündürsə, qiyməti biraz aşağı salmaq çətin ola bilər. Məsələn, Kubada məşhur köhnə klassik avtomobillərlə şəhər gəzintisi etmək istəsəniz, insanlar bunu biznesə çeviriblər. Bu cür avtomobillərlə saatlıq Havana turu qiyməti 20-25 dollar arasında dəyişir. Fikrimcə Kubaya gedib bu avtomobillərə minmədən qayıtmaq olmaz. O, mühitin ruhunu hiss etmək üçün bu maşınlarla gəzintiyə çıxmaq şərtdir. Lakin Kuba ilə bağlı diqqət etməli olduğunuz digər mühüm məsələ pul dəyişmə məsələsidir. Çünki Argentinadakı kimi burada da qara bazar mövcuddur. Əgər siz rəsmi məntəqələrdə dollar dəyişmək istəsəz, çox aşağı məzənnə ilə dəyişəcəklər. Məsələn, 1 Amerika dollarına 24 Kuba pesosu verirlər. Ancaq küçədə dolaşan qeyri-rəsmi dəyişməçilərdən 1 dollara 100 peso almaq mümkündür. Fərq 4 qatdır. Yəni 100 peso yazılan bir məhsula 1 dollar verə biləcəyiniz halda niyə 4 dollar verəsiz? Buna görə də Kubada ilk işiniz yüksək məzənnə ilə pul dəyişən birini tapmaq olmalıdır. Amma əslində sizin axtarmağınıza ehtiyac qalmır. Onlar sizi gördüklərində cambio deyərək yaxınlaşırlar. Məsləhətim odur ki, ən az 3-4 nəfərdən qiymət alıb ən sərfəli təklif edənə pulunuzu dəyişin. Bu sizi narahat etməsin, çünki Kubada bir dəstə pul dəyişmək lazım olmur. Otellərdən restoranlara qədər bir çox yer dollardan ödəniş qəbul edir. Yəni yüksək məbləğdə peso ehtiyacınız olmaya bilər. Kubada ən çətin və can sıxan məsələlərdən biri də internetə çıxışın məhdud olmasıdır. Əgər çox lüks bir oteldə qalmırsınızsa, hostel tipli yerlərdə internet tapmaq çətin olacaq. Eyni hal bir çox restoranlarda da keçərlidir. Əgər hara gedirəmsə gedim internetsiz yaşaya bilmərəm deyirsinizsə, o zaman yüksək sürətli internet paketi olan yerli sim kart almağınız lazım gələcək. Amma bu zaman başqa bir problem ortaya çıxır. Kuba dövləti bir çox məşhur saytlara girişi məhdudlaşdırır. Yəni ölkədə insanlar internetdən sərbəst istifadə
istifadə edə bilmirlər. Bir çox sayt bloklanıb, hətta ölkədə bir çox insanın mobil telefonu belə yoxdur. Diqqət edin, ağıllı telefon demirəm. Adi mobil telefon belə olmayan çoxlu insanlar var. Bunun səbəbini isə Kubanın iqtisadi vəziyyətinə baxdıqda daha yaxşı anlayırsınız. Başqa bir vacib məsələ isə odur ki, Kubada insanlar adi peşələrlə işləyib 1-2 ayda qazandıqları pulu turistlərdən bir neçə dəqiqəyə qazana bilirlər. Onlar üçün sizin türk, alman və ya başqa millətdən olmağınız önəmli deyil. Hansı ölkədən olursunuzsa olun, sizinlə ünsiyyət qurmaq üçün ortaq bir mövzu tapmağa çalışırlar. Ölkəniz futbolda yaxşıdırsa, bu haqda söhbət açarlar ya da Azərbaycan möhtəşəmdir deyib sizə dostluq göstərirlər. Məqsəd isə sizi bir dükan, restoran və ya pul xərcləyə biləcəyiniz başqa bir yerə aparmaqdır. Şəhərdə gəzərkən görəcəksiniz ki, evlərin isə əksəriyyəti ən az 40-50 illikdir və müasir dünya ilə müqayisədə çox geridə qalıb. Bu vəziyyət hətta paytaxtın mərkəzində belə dəyişmir. İnsanlar boya təmiri getmiş, pəncərələri pas tutmuş köhnə evlərdə yaşayırlar. Baxanda bu binalar ölkəyə nostalji və bədii bir hava qatsa da, əslində müasir və komfortlu yaşamdan xeyli uzaqdılar. Əgər siz də əsl Kubalı kimi yaşamaq, onların gündəlik həyatını yaxından görmək istəyirsinizsə, bilməlisiniz ki, bir çox Kubalı otaqlarını kirayəyə verərək pul qazanır. Pul ödədiyiniz təqdirdə sizə evlərini açır və bir otaq, bir çarpayı təqdim edirlər. Bu da turistlərdən pul qazanmağın bir yoludur. Lakin oteldə və ya hosteldə qalmaq əvəzinə belə evlərdə qalmaq nə qədər sizə uyğun olar, bu artıq sizin seçim məsələnizdir. Çünki evlərin daxili vəziyyəti açığı bərbad haldadır. Mərtəbələr sınıq, divarlar və tavanlar çatlaqdır. Hətta bir çox evdə su və işıq sistemi belə yoxdur. Yəni evlər çöldən necə uçub dağılacaq kimi görünürsə, içərisi də ondan fərqli deyil. İçəridə elə bir atmosfer var ki, sanki divarlar üstünüzə gəlir və insan boğulur. Yəqin ki, Kubanın sosialist qanunlarla idarə olunduğunu siz də eşitmisiniz. Bəs sosialist dövlət nə deməkdir? Əgər bir ölkə özünü sosialist adlandırırsa, deməli xalqın bütün əsas ehtiyacları dövlət tərəfindən qarşılanmalıdır. Sığınacaq, yemək, içmək və s. İnsanlar burada karni adlanan vəsiqələr daşıyırlar və bu karni vasitəsilə dövlətin yardımlarından faydalanırlar. Əgər bu yardımlar onların ehtiyaclarını tam qarşılamasa, insanlar məcbur olub işləməyə və əlavə gəlir qazanmağa çalışırlar. Yəni, nə qədər sosialist dövlət olsa da pulla ölçülən bir həyat tərzi var. Çünki dövlət bütün ehtiyacları ödəyə bilmir. Qida zənciri zəifdir və bəzi ölkələrin təqdir etdiyi embargolar vəziyyəti daha da çətinləşdirir. Nəticədə isə insanlar aclıq və sağ qalma mübarizəsi ilə üz-üzə qalırlar. Ən sadə bir məhsul üçün belə insanlar saatlarla növbəyə dayanmalı olurlar. Bəzən bu növbələr çörək, bəzənsə ət və ya toyuq üçündür. İnsanlarla söhbət etdikdə onların sosializmin işə yaramadığını və mövcud şəraitdən narazı olduqlarını eşidirsiniz. İnsanlar problemlərini açıq şəkildə ifadə edə bilmirlər. Çünki sosialist sistemə qarşı çıxmağın cəzası 10 ildən başlayır. Ona görə də hər kəs susqun və qorxaqdır. Bütün bu çətinliklərin içində insanların bircə əyləncəsi qalır. Yemək, içmək və musiqi sədaları altında rəqs. Kubalılar musiqini çox sevir və ailələri ilə birlikdə musiqi müşayiəti ilə əylənmək onların dərdlərini bir müddət unutdurur. Yəni, xalqın tək sevinci rom içmək, siqar tüstülətməkdir. Qalan hər şey aclıq və yoxsulluq hekayəsidir. Halbuki illər öncə xalq Fidel Castro və yeni rejimdən böyük ümidlər bəsləyirdi. İnsanlar küçələrdə bayram edirdilər. İndi isə o insanlar yaşlanıb, keçmişi xatırlayıb iç çəkirlər. Ölkədə yaxşı olan tək sahələr təhsil və səhiyyədir. Bunlara görə heç bir ödəniş tələb olunmur. Xüsusi xəstəxana və ya özəl məktəb sistemi isə yoxdur. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.